mən ixvanuk. Qardaşların kim oldu dünyada? Qəbirdə sualdır. Kimlərlə oturdun, durdun? Bax ona, qəbirdə sualdır. Xanıma da sualdır, rəfiqələrin kim oldu? Kimdən çörək kesdin, kimdən oturdun, durdun, kimdən bir yerdə həm yoldaş oldun? Onlar kim oldu? Cavab verməlisən orada. Dost var, insanı xoşbəxt eləyər. Dost var, insanı bədbəxt eləyər. Bu xanımlara da aiddir. Çalışın, elə insanlarla dostluq edin ki, heç olmasa o dostlarınızın içində elə şəxs olsun ki, onu ilə baxanda, onun üzünə baxanda imanınızı tənzimləyə biləsiniz. Ona baxanda Allaha eşqiniz, şövqünüz artsın. Heç olmasa bir dənə deyirəm belə dostluğunuz olsun. Bir dənə belə dostun olsa sənin, əlindən tutar qiyamət günü. Bir dənə xanımın belə rəfiqəsi olsa, əlindən tutar qiyamət günü. Xanım var, elə rəfiqə ilə oturur, durur. Elə mənəviyyatlı xanım idi. Oturdu belə bir xanımdan ki, imanı yoxdur, düzdür namazı var. İman yoxdur, təqva yoxdur. Onu o qədər tənəzzül edirdi ki, haradaydı, hara tənəzzül edirdi. Qurandan ayrı düşdü, dualardan ayrı düşdü. Özünü günahdan qoruyardı, daha o iman qüvvəsi qalmadı. Tövsiyədir, elə bir dost olsun önünüzdə. Əshab-ı Kəfdə, bağışla məni, bir dənə it var idi, itdi. Bu it gəldi, qoşuldu 7 dənə salih adama. Gəldi bir məqama çatdı ki, Allah o itin adını Quranda deyir, o itdən danışır, deyir, kəlbuhum basit. O itin adını çəkir Quranda. Həmən itin adına Qur'an-ı Kərimdə dəstəmassız əl vura bilmərsən. Düzdür, dəstəmassız əl vura bilmərsən, haram edirsən. Salihlərlə oldu, gəldi bir məqama çatdı ki, dəstəmassız əl vurma adına. İnsan salihlə oturub dursa, elə bir insanla oturub dursa ki, onun imanı bir həddədir, o onu dartıb aparacaq tərəfə. Yox, əgər qoşula, elə bəzi insanlara günbəgün gedər arxaya. Günbəgün görər ki, imandan əsər əlamət qalmayıb. Nuh Peyğəmbərin oğlu, Peyğəmbərin balası getdi, qoşuldu pis insanlara, qərq oldu, dənizdə çıxdı, getdi. Peyğəmbər balası, adi məsələ deyil. Məsələn, bir dənə görürsən, alim, alimin oğlu yolunu azıb deyirsən, Allahu Əkbər, alimin oğlu da yolun azar. Ulul Əzm Peyğəmbərin oğlu, Ulul Əzm, 5 Peyğəmbərdən birinin oğlu yolun azdı, qoşuldu pis insanlara. Biz nə qoyub, nə axtarırıq? Yaxşı insanlar. Hədisdə var, Məsum İmam buyurur, bizi ziyarət eləmək istəsiniz, indi imkan yoxdur. Beynivə düşüb İmam Rızanın ziyarətin, indi pul da yox, imkan da yox. Deyir, getginən bizim salih bizi istəyən insanlar ki var, o insanlar ki salihdirlər, bizim yoldadılar, ged o insanları ziyarət elə, bizi ziyarət eləmişsən. Elə bir gəldin, İmam Rızanı ziyarət elədi. Amma o salih insanla görüş, tap onu görüş. Bizə qovuşmaq istəyirsiniz, indi imkanınız olmadı, dövrün imamına qovuşmaq istəyirsən, indi də alınmır, dualar eləyirsən, zikirlər eləyib yatırsan ki, gecə imamı yuxuda görəsən, deyir o alınmır, get bir dənə salih bəndəni tap, onu ilə oturdur, bir dəqiqə onun yanında otur, elə bil mənlə oturub durursan, narahat olma. Çünki onun mənəviyyatı sənə müsbət təsiri var. Bunu biləsiniz, bu məsələ qəti belədir. Digər sual. Hardan qazandın və harada xərclədin? Pulu hardan qazandın? Haramdan qazandın və Allah deyən yerə xərcləmisən, yoxsa yox? Əgər haramdan qazanmısan, Allaha nə cavab verirsən, Allah deyir. Cəhənnəmin 7 qapısı var, bir qapısının üstündə, 6-cı qapının üstündə bu söz yazılıb ki, heç gedib oxumayasan da inşallah. O qapının üstündə bu söz yazılıb ki, mən haramam o insana ki, halaldan qazandı. Mən haram oldum o insanlara. Cəhənnəmin qapısının üstünə yazılıb. Mən haramam o insanlara ki, pulunu halal yolda xərclədi. Məgər hər adam işidir halalda xərcləsin. Halalda xərcləmək üçün, Allah deyən yerə pul xərcləmək üçün, gərək Allah yanında bir insanın ehtiramı olsun, hörməti olsun, dəyəri olsun ki, pulunu xərcləyə bilsin Allah yolunda. Çoxların milyonu var, haramlarda xərcləyir. Amma həcdən söhbət düşəndə qayıdır deyir, yaxşı olar həccə getməyəsən, o fəqir füqaraya pulu verəsən. Sən o haramda xərclədiklərini ver elə fəqir füqaraya, sonra bu möminlərin həccindən danışarsan. Haramın 5də 1-in xərclə, heç olmasa.
Sən bunların həcci ilə işin olmasın, sağlıqla bunlar xərcləyir. Adamın gələk imanı, təqvası olsun ki, Allah deyən yerdə pul xərcləyə bilsin. Bir vaxt xərcləyə bilər, amma bir vaxt qapı bağlar. Allah qoymaz. Məgər Allahın dini, onun bunun puluna ehtiyacı var. Yox, mənim pulumun bu dinə ehtiyacı var. Çünki bu pul mənim əlimdən tutacaq. Bugün mən xərcləməsəm Allahın dinin yolunda, güya xərcləyənlər olmayacaq. O qədər. Bəzi insanlara Allah nəsib eləmir. Bəzi insanlara bir dövr nəsib eləyibsə, indi nəsib eləmirsə, bir dənə sualdır, gecə fikirləşsin, yatsın ki, niyə mən Allahın yolunda xərcləyə bilmirəm? Nə məsələdir? Nə oldu mənə bəs? Axı, mən belə deyildim. Allah qoymuş. Vücud o günə düşüb ki, Allah qoymuş. Və qoymayacaq da. Qoymayacaq da Allah. Halalda xərcləyə bilmir bəzi insanlar. Nəinki halal, Allah vacib deyib, vacib dediyi pulu vermir heç. Allah məsələn ildə 5'dən bir malığın puluvun deyir, mənim yolumda ver, onu verə bilmir bəzi insanlar. Bilsən nəyə bənziyir? Elə bir nəfər gətirir, sənə bir çamadan pul verir. Deyib, bunu saxla yanında. Sən də xahiş edirsən ona, olar bu çamadandakı puldan hərdən özümə xərcləyim? Deyir, xərclə, mən səxavətliyəm. Deyir, yaxşı. Bir çamadan pulu götürüb xərcləyir özü üçün. Birdən o çamadanı verən ildə bir dəfə ona zəng edir ki, o çamadandan biraz pul götürüb fəqirə verərsən də, mənim deyil. Baxır çamadandakı pula, deyir, necə vermə bunu? O qədər qalıb çamadan bunda, elə bilir bununkidir. Elə bilib özünki oldu. Amma bu səninki deyil ki. Bu onundur. O deyir, ver. Allah bəzi bəndələrdən məcazi danışıram, bəzi vaxtlar verdiyin ala bilir. İxtiyarı şəkildə belə sabahlar, o çamadanı gecə ilə alar. Səhər durar görər, müflisdir. Çətin deyil o, asandır. Allah deyir, bunu elə, bunu ilə söhbət edir, fikirləşir ki, axı mən bunu necə edeyim? Yox, elə deyil. Bax, indi ki mən danışıram, qəlb alışır. Burada insan ki qəlbində eşq yarandı, istəyəcək bundan sonra, qaydandan sonra Allah deyən yerə xərcləsin. Amma buradan çıxandan sonra 100 dənə şeytan, 1000 dənə şeytan yaxınlaşacaq, milyon dənə dərd deyəcək ona. Bunu sizə deyirəm, yoxlayarsınız. Bunu sizə deyirəm, baxarsınız. Birinə deyəcək, hələ ev bitik. Birinə deyəcək, filan ehtiyacım var. Birinə deyəcək, oğlun hələ o instituta pul lazımdır. Birinə deyəcək, yaxşı arada səxavətli işlər görürsən də tələsmə. Birinə deyəcək, hələ var vaxtına. Birinə deyəcək, hələ sənin pulva qal. Bu sözlərə bir dənə baxarsınız. Bu şeytanın sözləridir. Burada iman gəlib, buradakı imanı əgər insan saxlayıb, buradan çıxandan sonra apara bilsə xoş halına. İman bilsən nəyə bənzəyir? Bir dənə qəşəng maşındır, amma benzini qutarıb, bu getməyəcək qabağa. Elə bir dənə insandır, zahirdə ibadətlər edir. O iman bənzəyir həmən o benzin ki, dedim, misal çəkdim ona. Zahirdə gözəl görsənir, amma mənəviyyat yolunda qabağa gedə bilməyəcək. Necə ki o maşın gedə bilmirdi, benzini qutarmışdı. Bu da gedə bilməyəcək. O iman ki yoxdur, gedə bilməyəcək. Çünki iman oynayır. Çünki bəzi insanlarda iman oynayır, möminlərlə oturanda, mömin libasda oturur. Çıxıb gedəndən sonra başqa yerə, köhnə dostların ki tapdı, köhnə dostlar. Yığışdılar bir yerə, həmən cahili ababa yenə yarandı. Həmən söhbətlər yenə başladı. O cahiliyyətlə baxırsan, indi 2 dənə səhnəni qoyursan yan bayana, bu mömin bir oturmuşdu filan möminlərlə, indi də oturub cahillərlə. Üst-üstə düşmür. Bu deyişildi elədir. İman belədir. İman burada deyil. Buradan çıxandan sonra bilinəcək ki, mən özümə aid edirəm, mənim imanım var yoxsa yox. Burada nə var ki? Günah şəraiti var edeyim. Günah üçün şərait yoxdur ki burada. Sən oturumsan sakit, mən də Allahdan danışıram. İmkan yoxdur günah edeyim. İmkan məsciddən çıxandan sonradır. Şeytan da gücün qüvvəsini tökəcək. Çünki dayanıb qapısının ağzında, keçən cümə dedim sizə, gözləyir hər birimizi ki, tək-tək çıxaq, bu xütbə ki oldu, bu xütbəni ki elədim, məni uzaqlaşdırsın o sözlərdən, dayanıb qapının ağzında. Həm xanımları gözləyir, həm işlər. Bu şəkildə gözləyir. Buradadır ki, gələk çıxandan sonra özümü qoruya bilim. Qoruya bilməyəndən sonra heç nəyin mənası yoxdur. Peyğəmbərə ki, peyğəmbərlik verildi, peyğəmbərə peyğəmbərlik verilən kimi şeytanlar yığışdı bir yerə, narahat oldular. İlahi, neyniyəcək?
Özləri ilə danışırlar. Biz bunları necə azdıracaq? Şeytan, iblis qayıtdı onlara, mən sizə bir-iki dənə söz deyim, cavab verin. Dedi, nədir? Dedi, sualım var sizə, o da budur. Bunların dünyaya bağlılığı var. Dedi, bəli, insandırsa biraz müəyyən qədər olacaq. İndi xüsusi insanlar istisna. Dedi, onda narahat olmayın. 3 dənə xislət var, bütün çirkinliklərin köküdür. Dedilər, nədir? Dedi, biri odur, haramdan qazanmaq, haramda xərcləmək, bir də Allahın buyurduğu yerlərə xərcləməmək. Dedi, bu 3 dənə ki var, narahat olma. Mən onların balalarını da bədbəxt edərəm özlərində. Hayıfdır, ata-ana övladına haram dikəni yedizdirə. Cavab verəcək. Övladına yedizdirmə, 10 yaşında məsum uşağa yedizdirmə haram dikəni. Bunun sorğu-sualı, qəbirdə edilən sorğu-suallardan biri budur. Harda xərcləmisən, harda qazanmısan? Bunun gələk cavabını verir.